Bugünkü gün avtomobil bazarı da durğundur, mən sizə deyim. Çox durğundur. Yəni insanlar gəlir 6-cı bazar günləri heç maşın sata bilmirlər. İnsanlar, başqa insanlar da sadəcə nəyə görə gəlir? Gedə görə bazardan vəziyyət nə var, nə yox, kim var, kim yox. Bir çay içə qayıdarıq. Yəni baxıram ki, heç alıb satan da yoxdur. Əvvəllər Koreya idi Azərbaycana, çox gəldi birdən-birə. Amma indi isə Çin avtomobili artıq üstəliyir deyənə insanlar düşünür ki, 23.500-ə mən geyib alaram da bunu. Amma vaxt var idi, 4 faranın özünü 20.000-ə bazarda satırdılar. Fikirləşir ki, 20.000-ə satım. Amma alıcı da var idi. İnsanlar var da Çin avtomobilini üstünlük vermirsə, ilk növbədə parkingi fikirləşmək lazımdır. Yəni, hara park eləyəcəksən ki, həm yer az tutsun, həm rahat girə biləsən. Mən düşünürəm ki, Yarislər var, ondan sonra Golflar var, yeni model nəsillər, Golf 8-lər var, Golf 7-lər var. 10 ildir sürürəm. Camry-də, yəni Camry oğlum mən nə deyim? Fusion yaxşı maşındır. Fusion yaxşı maşındır. Fusion'un avtomobilin motorunun ehtiyat hissələri də münasibdir, əl çatandır, qiymət baxımından deyirəm. Yəni başa düşürsünüz fikrimi? Set motor olsa daha yaxşı. Orada yox, ömrü uzundur. Ömrü uzundur ona görə. Remin motor olanda, indi Vüsal usta daha yaxşı bilər məndən. O remin motorda nəsə problem olanda və yaxud remin qırılanda orada onun ehtiyat hissələrini daha çox xərc tələb olunur.